Salam değerli izleyicilerim, kanalıma hoş geldiniz. Əməkdar artist Rəşidə Behbudova oğlu Rəşid ilə bağlı paylaşım edib. Akşam.az xəbər verir ki, o paylaşımında bunları yazıb. Mən və yer üzündəki ən sevimli insanım, oğlum. Yer üzündəki ən güclü sevgi uşağımıza olan sevgidir. Qoy bütün əziz uşaqlarımız xoşbəxt və sağlam olsunlar. Qeyd edək ki, Rəşid ailəlidir və xaricdə yaşayır. Həyat yoldaşı Nərgiz Mirbalayeva xalq artisti Mir Yusifin maraqlı videosunu yayımlayıb. Akşam.az xəbər verir ki, videoda müğənni xanımının ünvanına tərif dolu sözlər deyib. Şəhzadəm, sultanım mənim, hünkârım, hürrəmim mənim deyə ifaçı xanımına bildirib. Nərgiz videonu demişəm, destursuz məni qarşılama sözləri ilə yayımlayıb. Qeyd edək ki, cütlüyün 3 evladı var.